Salam əziz abituriyentlər. Blok imtahanına uyğun bir neçə sualın izahına baxaq. Birinci sual. Məxrəci 3300 olan düzgün kəsirlərdən neçəsi sonlu onluq kəsir şəklində göstərilə bilər? Deməli, bu tip suallarda nə edirsiniz? Verilmiş ədədi sadə vuruqlarına ayırırsınız. 3300-ü ayırıq sadə vuruqlarına. Belə xətt çəkib dairə bilərik, elə belə ayıraq. 33 vurulsun, 100 yazaram. 33'ü 3 vur 11 yazaram. 100'ü də 2'nin kvadratı vurulsun, 5'in kvadratı yazaram. Sadə vuruqları ayırandan sonra orada alınan 2 və 5'lərin, yəni sadə vuruqlarda alınan 2 və 5'lərin hasilindən 1 çıxacaqsınız. Cavab sizə verəcək nəyi? Sonlu onluq kəsirlərin sayı. 2 dənə 2 görürük, 2 dənə də 5 görürük. 2 və 5'lərin hasilindən 1 çıxırıq. Olur nə? Məxrəci 3300 olan düzgün sonlu onluq kəsirlərin sayı. Bu da eləyir 100, 100-dən də 1 çıxanda nə eləyir? 99. Doğru cavabımız A variantı. Növbəti suala baxaq, ikinci sual. A parametrin hansı qiymətində fx bərabərdir x üstü 8 üstə gəl 2ax kvadrat çıx 5ax. Funksiyasının qrafikinə x0 bərabər 1 nöqtəsində çəkilən toxunan abs oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirir. Deməli, bu tip misalları həll eləmək üçün iki qaydaya fikir verəcəksiniz. Birinci, əgər bucaq əmsalından söhbət gedirsə, f'(x0'ı k-yə bərabər eləyəcəksiniz. Əgər bucaqdan söhbət gedirsə, f'(x0'ı bərabər eləyəcəksiniz tangens alfaya. Bax, toxunanda bu tip məsələlərdə, toxunan təndə iki dənə vacib qayda var. Ya törəməni k-ya, yəni düz xəttin bucaq əmsalına, ya da tangens alfaya. Biz onsuz da bilirik də, düz xəttin abs oxunun müsbət istiqamətlə əmələ gətirdiyi bucağın tangensi elə nəyə bərabərdir? Həmin düz xəttin bucaq əmsalına, yəni k-ya bərabərdir. İndi baxıram, burada söhbət nədən gedir? Bucaqdan söhbət gedir. Deməli, f'(x0 bərabər tangens alfadan istifadə edəcəm. f'(x0 nə deməkdir? Bu funksiyanın törəməsini tapırıq. Törəmədə x-in yerinə nə yazırıq? x0'ı, yəni 1'i yazırıq. Tapaq bunun törəməsini. Törəməsi nə eləyir? f'(x bərabər x üstü 8'in törəməsi 8x üstü 7 üstə gəl 2ax kvadratının törəməsi. Burada 2a ədəddir, yəni a parametri olduğuna görə 2a ədəd kimi baxırsan. X kvadrat törəməsi 2x. 2 keçir qabaq olur 4ax çıxılsın 5a. Kx-in törəməsi nədir? K-dır. 5x-in törəməsi 5. 5ax-in törəməsi 5a. Tapdıq törəməni. İndi burada nə edəcəm? X-in yerinə x0'ı, yəni 1'i yazacağım və bərabər eləyəcəm tangens 135 dərəcə. X-in yerinə 1 yazanda olur 8, üstə gəl 4a, çıxılsın 5a, bərabərdir tangens 135 dərəcə. Tangens 135 dərəcənin də qiyməti mənfi 1'ə bərabərdir. Buradan da alındı. 8 çıx a bərabər mənfi 1, a da bərabərdir 9. Doğru cavabımız oldu nə? D variantı. Üçüncü suala baxaq. Deməli, bizə bir bərabərsizlik verib. 4 çıxılsın, loqaritma 7'də 2 əsasdan 17 vurulsun, x kvadrat çıx 25, böyük bərabərdir 0. Bu bərabərsizliyi həll etmək tələb olunur. Loqaritma 2 əsasdan 16, bilirik ki, neçədir? 4'dür. Loqaritma 2 əsasdan 17 də bilirik ki, 4'dən böyük bir ədəddir. Loqaritma 2 əsasdan 17 4'dən böyük olduğuna görə mötərizənin içinin cavabı nədir? Mənfidir. 4'dən böyük bir ədəd çıxanda nə olur? Mənfi olur. Bu mənfi bir ədəddir. Bərabərsizliyin hər tərəfini eyni bir mənfi ədədə böləndə bərabərsizlik işarəsi nə olur? Əksinə dəyişir. Deməli, mən bunun hər tərəfin 4 çıxılsın, loqaritma 2 əsasdan 17'yə bölürəm və onda bərabərsizlik işarəsi nə olur? Dəyişir əksinə. Və yaxud başqa cürdə düşünə bilərsiniz. Bu mötərizə mənfidirsə, cavabın 0'dan böyük bərabər olmasın, bu mötərizədə mənfi və yaxud 0 olmalıdır. Yəni, 0'dan kiçik bərabər olmalıdır. Alınan bu bərabərsizlikdə intervallar metodu ilə həll edirik.
X çıx 5 vurulsun, x üstə gəl 5, kiçik bərabər 0. Köklər tapılır, -5 ilə -5. Plus, minus, plus işarə təyin edirik. Və bizə nə lazımdır? Cavabı bu işarəyə görə götürürük. Kiçik bərabərdir 0-dan. Kiçik bərabər 0, yəni minus qoyulan hissəni, mənfi qoyulan hissəni götürürük. -5, -5 aralığı. Doğru cavabımız nə oldusa? D variantı. Sonra baxaq belə bir üçbucaq sualına. Şəkildə görürsünüz. Bunu gəlin biraz böyüdək və burada üzərində işləyək. ABC üçbucağı verilib, MN nöqtələri gedir. AN AC-yə bərabərdir. AN AC-yə bərabərdir. Yəni burada necə üçbucaq görürük? Bərabər yanlı üçbucaq. BM də BC-yə bərabərdir. BM BC-yə bərabərdir. Burada da bərabər yanlı üçbucaq görürük. Bərabər yanlı üçbucaqda da bilirik ki, oturacağa bitişik bucaqlar bir-birinə bərabərdir. Bizdən nə istəyir? ACB bucağı, yəni üçbucağın təpə bucağı. Bura gəlin bir alfa yazaq. Bu kiçik hissəyə də bir beta yazaq. Onda ACN üçbucağına baxın. ACN. AN ilə AC bərabərdirsə, burada 38 plus alfa düşübsə C bucağına. Burada 38 plus alfa düşəcək. İndi baxırsınız BMC üçbucağına. Bir də təkrar BMC. Baxdınız. BMC üçbucağında BM ilə BC bərabər olduğuna görə artıq oturacaq bura sayılır və oturacağa bitişik bucaqlar bir-birinə bərabər olur. Yəni bura 38 plus beta düşübsə, burada 38 plus beta düşəcək. İndi buradan artıq biz nə edə bilərik? Alfanı tapa bilərik. Daha doğrusu alfanı yox, alfa plus betanı tapa bilərik. Ayrı-ayrıda alfa betanı tapa bilməyəcək. Burada baxırsınız MCN üçbucağına. Baxdınız? MCN üçbucağına. Daxili bucaqların cəmin bərabərliyəm 180-ə. 38 plus beta, 38 plus alfa, üstə gəl 38 bərabərdir 180. 38-ləri toplayaq nə edir? 3-ə vuranda 90, o da 24. 114. Elədir. Üstə gəl alfa plus beta bərabər 180. Buradan da alında alfa plus beta 180-dən 114 üçün nə edir? 66 dərəcə edir. Alfa plus beta 66 dərəcədirsə, ACB bucağını tapaq. ACB bucağında nə görürsünüz? 38 plus alfa plus beta. Yəni 38 plus 66, bu da eldir necə? 90, 14, 104 dərəcə. Doğru cavabımız nə oldu? Y variantı. Aydın oldu. Sonra başqa görə burada nə suallar var? Deməli, burada 14-cü sual var. Belə bir yaxşı üçbucaq sualı var burada. Deməli, düzbucaqlı üçbucaq verib. AK və CK bərabərdir bir-birinə. Və AK da 84-dür, CK da 84-dür. Bizdən soruşur ki, MO parçasının uzunluğunu tap. Bir də bir şey də verib ki, BN də NC-yə bərabərdir. Əvvəl bir qaydanı bilmək lazımdır ki, düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Hipotenuz nə qədərdir? 168. Deməli, hipotenuza çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Yəni, BK bərabərdir nəyə? 84-də. İndi düzbucaqlı üçbucaqda bilirsiniz də, belə çəkiləndə bura M, burada olur M. Buna türklər nədir? Muhtəşəm üçlü. Ən çox üçbucaqlarda istifadə olunan. Deməli, bu BK-da oldu nə qədər? 84. İndi burada AN da mediandır, BK da mediandır. Medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2-1 nisbətində bölünür. Gəlin bu 84-ü 2-1 nisbətində bölək. 2x üstə gəl, x bərabər 84, 3x bərabər 84, x olur 28.
Deməli, bura 28-dir, bura 56. Elədir. BO 56'dır, OK da 28. Tapdıq bunu. İndi fikir verin. MN oturacağa paraleldir. Və bu yan tərəfi yarıya bölüb. Fales teoreminə görə paralel xətlər bucağın bir tərəfini hansı nisbətdə bölsə, digər tərəfində həmin nisbətdə böləcək. Bu tərəfi yarı böldüyünə görə mütləq BK-nı da yarı böləcək. BK-nı yarı böldüyünə görə onda buradan bura nə düşəcək? 84-ün yarısı. 42 bura düşəcək. Buradan da bura ümumi 42 düşəcək. Aydın oldu? 42 bura, 42 də bura. Burada ümumi 56 olduğuna görə 56-dan 42-ni çıxırıq. 56-dan 42-ni çıxırıq. Çünki bu nöqtədən bu tərəf 42, bu tərəf. 56-dan da 42 çıxanda neçə eləyir? 14. Deməli, bu MO bərabər olur nəyə? 14. 56-dan 42-ni çıxırıq. Qalır nə? 14. Aydın oldu? Çünki MN bu 84'ü nə eləmişdi? Yarı bölmüşdü. M nöqtəsində 84 yarı bölünmüşdü. Aydın oldu? Növbəti suala baxaq. Burada bir yaxşı sual var. Sahəyə aid. Bəlkə limit yazaq. Bir dənə də limit aid sual yazaq. Çünki bu saat blok imtahanında əsas istifadə olunur. Nədən? Limit, tərəmə, ibtidai funksiya bu mövzulardadır. Deməli, burada verib limit x sıfıra yaxınlaşanda x kvadrat üstə gəl 1 çıxılsın kosinus 4x bölünsün x kvadrat. X-in yerinə burada gətirib sıfırı qoyub hesablamaq lazımdır. Sıfırı qoyub hesablayanda 0 üstə gəl 1 çıxılsın kosinus 0 dərəcə. Kosinus 0 dərəcədə ilə 1 eləyir. Sürət 0 alındı, məxrəc də 0 alındı. Sürət də 0, məxrəc də 0 olanda nə edirdik? L'Hopital qaydasından istifadə edirik. L'Hopital qaydası odur ki, 0 böl 0 və yaxud sonsuzluq böl sonsuzluq alınanda limitdə surətin ayrı törəməsini tapırıq, məxrəcin ayrı törəməsini tapırıq. Baxın bura, deməli 0 böl 0 və ya sonsuzluq böl sonsuzluq alınarsa, limit x yaxınlaşır a-ya, fx bölünsün gx bərabərdir. Limit x yaxınlaşır a-ya, f'(x) bölünsün g'(x). Bu qaydanın adı nədir? L'Hopital qaydası. Deməli, mən nə edirəm? Sürətin də törəməsini tapıram. Sürətin törəməsi nə eləyir? Limit yazılmalıdır burada. X sıfıra yaxınlaşanda 2x çıxılsın. Kosinus 4x'in törəməsi mənfi 4 sinus 4x. Ona görə üstəgəl olur 4 sinus 4x. X kvadrat törəməsi nədir? 2x. Yenidən gətirib x-in yerinə 0 yazanda görürük. Yenə 0 böl 0 alındı. Bir də törəməsini tapırıq. Limit x sıfıra yaxınlaşanda 2x'in törəməsi 2. Sinus 4x'in törəməsi 4 vurulsun kosinus 4x. O da vurulur olur 16 vurulsun kosinus 4x. 2x'in törəməsi 2. Gətirib burada nə edirəm? X-in yerinə 0 yazıram. X-in yerinə 0 yazanda kosinus 0 dərəcədə olur 1. Bu da eləyir neçə? 18 bölü 2 bərabərdir 9. Aydın oldu. Bu L'Hopital qaydası. Başqa bir üsul da sizə deyə bilərəm. Törəməni tapmadan, yəni L'Hopitaldan istifadə eləmədən. Gəlin o üsula da baxaq. Burada mən nə edirəm? Görürəm x-a 0 yazanda 0 böl 0 alınır. Götürüb ifadəni sadələşdirirəm. Kosinus 2 alfanın düsturuna görə kosinus 4x-i açıram. Kosinus 2 alfanın bu düsturunu seçirəm. 1 çıxılsın 2 sinus kvadrat alfa. 1 çıxılsın 2 sinus kvadrat, indi 2x yazacağım da. Elə bil ki 2 alfa olanda nə yazıram? Alfa yazıram. 4x olanda da 2x yazacağım. Bu da x kvadrat. Bu da olur limit x sıfıra yaxınlaşanda. Bunlar birlər gedir, qalır x kvadrat üstə gəl 2 sinus kvadrat 2x bölünsün x kvadrat. Elədir. Sonra nə edirəm? Bunların ikisini də ayrı-ayrılıqda bölürəm x kvadratına. Limit x sıfıra yaxınlaşanda x kvadratına bölürəm x kvadratına 1. 2 vurulsun sinus kvadrat 2x'i də bölürəm x kvadratına. Ona görə belə yazıram. X sıfıra yaxınlaşanda sinus
AX-i BX-i A böl B qalır da. Yəni belə deyək də, x sıfıra yaxınlaşanda burada elə 2x böl 2 qalır. Aydın oldu. İstəyirsiniz qaydanı da yazın bura. Sizin üçün qaranlıq qalmasın. X sıfıra yaxınlaşanda sinus AX-i BX-i böləndə elə nə qalır? A böl B. 2 böl 1, yəni 2. Oldu 1 üstə gəl, 2 vurulsun, 2-nin kvadratı. Bu da eləyir nə? 9. Aydın oldu. Hansı sualdan istəsəz gedin. Sonra bir də bu bayaqçı sual qaldı o tərəfdə. Ona da baxaq. Bəzi şagirdlər bir də görsən sualı görürlər. Elə fikirlərində qalır ki, görəsən bu sual necə idi. Bunu da yazaq. Deməli, belə bir gözəl sualdır. Baxın bura. ABCD kvadratdır. AFYD nədir? Rombdur. Bunların bir tərəfi ortaqdır. Deməli, kvadratın tərəfi ilə rombun tərəfi nədir? Eynidir. Kvadratın sayısı 169-dur. Deməli, kvadratın bütün tərəfləri nədir? 13-dür. Burada rombunla tərəfinə 13 düşdü. Deməli, rombunla bütün tərəfləri nədir? 13-dür. Elədir. Rombun sayısı 156-dır. Rombun sahə düsturu necədir? S bərabərdir AH. Elədir. Tərəf 13-dür. Buradan rombun hündürlüyü, yəni H-ı tapaq. 156-nı 13-ə böləndə 12. Rombun hündürlüyü, yəni bax bu rombun nə idi? Hündürlüyüdür. Buradan bura nə oldu? 12. Onda buradan bura 12 olanda Pifagor teoreminə görə bura olur nə? 5. Bura 5 olanda bura olur 8. Çünki rombun tərəfi nədir? 13-dür. Elədir. Sonra bunu belə uzadıram axıra qədər. Niyə görə uzadıram? Burada rənglənmiş isə görürsünüz qarışıq bir fiqurdur. Həndəsədə elə bir fiqur yoxdur. Ona görə mən onu böldüm 2 hissəyə. Yuxarıda bir düz bucaqlı aldım. Burada da bir düz bucaqlı 3 bucaq aldım. İkisinin sahəsini tapıb cəmləyəcəm. Buradan bura 12-dirsə, onda buradan bura nə olur? 1 olur. Bu 12 ilə üzbəüz buradan burada nə olur? 12. Bəs bura nə qədər olur? Buradan bura 13-dürsə, kvadratın tərəfi 8 bura düşəndə 5 də bura düşəcək. Və yaxud da Pifagor teoremi ilə də gedə bilərdik. Pifagorla da gedə bilərdik. 5, 12, 13. İndi gəlin tapaq. Bu düzbucaqlının sayəsini tapmaq üçün 1-i vuracam 13-ə. Yuxarıdakı düzbucaqlının sayəsini tapmaq üçün 1-i vururam 13-ə. Burada bir dənə düzbucaqlı görürük. Düzbucaqlı 3 bucaq dağıdır. Düzbucaqlı çıxanda sayəsini katet vur, katet böl 2. Yəni 5-i vururam 12-yə, bölürəm 2-yə. Oldu 13, üstə gəl 30. Bu da nə elədi? 43. Doğru cavabımız D variantı. Bu dərslik bu qədər çalışacaq. Blok imtahanına uyğun suallar tez-tez paylaşılsın. Sizə dəstək məqsədi ilə. Deməli, blok imtahanına hazırlaşan abituriyentlərə də belə bir məlumat verim ki, bizim əyani və onlayn dərslərimiz davam edir. Blok imtahanına qədər qoşulmaq istəyənlər göstərilən nömrə ilə əlaqə saxlaya bilər. Çox sağ olun, hər birinizə uğurlar.